Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanana qədər müharibə ehtimalı çox böyükdür. Bunu France Press agentliyinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Siz Azərbaycanla davamlı sülhə inanırsınızmı sualına cavab olaraq Ermənistan baş naziri deyir ki, inanmasaydım danışıqların prosesində iştirak etməyimin də bir mənası olmazdı. Fransanın France Press agentliyinə müsahibə verən Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra məsələlərə toxunub. Azərbaycanla aparılan danışıqlardan bəhs edən Paşinyan, sülh sazişinin ləngiyəcəyi təqdirdə tərəflər arasında hərbi toqquşma ehtimalının da artacağını deyib. Ermənistan baş naziri problemlərin danışıqlar yolu ilə həll olunmamasını vaxt itkisi kimi qiymətləndirib və deyib ki, bütün bunlar sülh danışıqları prosesinə təsir edən risklərdir. Sülh müqaviləsi imzalanana və bu müqavilə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunana qədər müharibə ehtimalı çox böyükdür. Hər gün Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması halları baş verir. Baş nazir olduğum 5 ildən çox müddət ərzində bəlkə 1, 2, maksimum 3 gün olub ki, atəşkəs pozulmasın. 5 il ərzində ən şişirdilmiş hesablamaya görə atəşkəsin pozulmadığı 3 günümüz ola bilər. O günlərdən biri də 2020-ci ilin 11 noyabrıdır. Sülh danışıqları barədə sualı da cavablandıran Ermənistan baş naziri qeyd edib ki, Azərbaycanla davamlı sülh sazişinin imzalanacağına inanır. Biz boşluqda danışıqlar aparmırıq. Beynəlxalq və müxtəlif bəşəri faktorlar var. Bütün bunlar əlbəttə ki, prosesə təsir edir. Amma təbii ki, danışıqların bilavasitə iştirakçıları, yəni Azərbaycan prezidenti və mən prosesə daha çox təsir göstərirəm. Jurnalistim Ermənistan Qarabağın erməni əhalisinin təhlükəsizliyini və hüquqlarını təmin edəcək müəyyən beynəlxalq mexanizmlər axtarır. Siz hansı beynəlxalq mexanizmləri nəzərdə tutursunuz sualına cavabında isə Paşinyan bu məsələnin İrəvandan asılı olmadığını bildirib. O, ölkəsinin əsas vəzifəsinin tərəflər arasında dialoqun reallaşmasından ibarət olduğunu deyib. Rüstəm Mikayılzadə, Vüsal Qaraca, AzTV xəbər.